Ağcabədidə həyatını itirən 6 aylıq körpə dəfnə hazırlanarkən oyanıb, ancaq təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Bir neçə saat sonra vəfat edib. Körpənin valideynləri iddia edir ki, uşaq həkim səhlənkarlığının qurbanı olub. İddialar nə dərəcədə doğrudur? O həkimlər hansı ki Ağcabədində olan o uşaq həkimləri xahiş edirəm öz cəzalarına çatsınlar. Ağcabədidə körpə torpağa tapşırılarkən nəfəs almağa başlayıb. Hadisə rayonun Yeni Qaradolaq kəndində qeydə alınıb. Vəziyyəti ağırlaşan 6 aylıq körpə ilk olaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Körpə süni nəfəs aparatına qoşulub. Bundan sonra vəziyyəti stabilləşib. Uşağın babası iddia edir ki, gecə saatlarında hava balonunda oksigen bitdiyi üçün 6 aylıq nəvəsi aparatdan ayrılıb. 20-si günü axşamüstü uşağın 37 yarım qızdırması olub. Durdum onu mən götürdüm. Qaçdım rayona. Uşağı qoydular stolun üstünə, uşağın sifətinə baxdılar. Bir aparat qoymadılar. Uşağın sifətinə baxan kimi mənə bir resept yazdılar. Dedilər tez munal gətir. Balon qoşdular ağzına, oksigen. Oksigen 20 dəqiqə olardı, getdi, qutardı. Tələb elədik ki, oksigen vurun. Dedilər ki, oksigen yoxdur, 2 günə, 3 günə gələcək. Ondan sonra məcburiyyət qarşısında qaldı, dedi uşağımızı verin, götürüb yaparıq Bakıya. Götürdü uşağı buradan verdilər bizə nə skor verdilər, nə bir dənə həkim yanımıza qoşdular. Bundan sonra körpə fərdi avtomobillə paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Bir neçə gün həkim nəzarətində saxlanılan azyaşlının vəziyyətinin daha da ağırlaşdığı bildirilib. Aparılan tibbi müdaxilələrə baxmayaraq azyaşlı xəstəxanada dünyasını dəyişib. Ailə üzvləri Elif İskəndərilini dəfn etmək üçün Yeni Qaradolaq kəndinə gətiriblər. Dəfn üçün hazırlıq işləri görülən zaman körpədə həyat əlamətləri müşahidə olunub və o ayılıb. Amma 3 saatdan sonra gözlərini əbədi yumub. Hadisə ilə bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, dekabrın 20-sində saat 21:00 radələrində 2025-ci il təvəllüdlü azyaşlı ağır vəziyyətdə xəstəxananın uşaq şöbəsinə hospitalizasiya olunub. Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Dekabrın 21-də saat 15 radələrində valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edibdilər. Faktla bağlı hazırda araşdırma aparılır. Habil Əslanoğlu, Nurlan Şiraliyev, Əhməd Məmmədov, ATV Xəbər.